Duomo di Milano. 600 ilə tikilmiş bu katedral 250 pilləkəndən ibarətdir. 22 euroya biletimizi alıb giririk katedrala. Duomo'da 204 çıx qalxış var yuxarıya. Bir liftlə qalxma, bir də pilləkənlə qalxma. Duomo'nun gəlib çıxmışıq zirvəsinə 250 nərdivan qalxandan sonra çıxırsan zirvəyə. Heç kimdə heç ayaq üstə dayanmağa belə taqət qalmıyor. Avropanın ən böyük gotik katedrallarından biri olan Duomo'nun tikintisi 1386-cı ildə başlayıb. Katedralın zirvəsində isə Milanın rəmzi olan qızıl heykəl Madonnina yerləşir və bu nöqtədən bütün şəhərin panoramik mənzərəsi görsənir. Duomo'nun zirvəsindən aşağıya dar keçidlər və spiral pillələrlə enirik. Katedralın içində 50-dən çox nəhəng sütun var və eyni anda təxminən 40 min insan qəbul edə bilir. Ayaqdan üstündə olduğumuz o katedralın içindən görüntüsünə bir baxın. Möhtəşəmsiniz. Və sonda kanala abunə olmağı və videoya like qoymağı unutmayın.